Salam. Codera test bankının say sistemləri mövzusunun ikinci bölməsinə baxırıq, ROM say sisteminə. ROM say sistemində V hansı ədədi bildirir? V əlbəttə ki 5-i bildirir. Biz bilirik ki 1, 5, yəni bir I, V, sonra X 10-u, L 50-ni, C 100-ü, D 500 və 1000. Bu qədər rəqəmləri var. Buradan baxaq, belə bu rəqəmləri var. Deməli, bu rəqəmlərdən bu 1-i bildirdi, bu 5-i, 10, 50, 100, 500 və 1000. Aha, birinci sual 5-dir, ikinci sual 10-dur, üçüncü sual 100-dür, C, dördüncü sual 500, beşinci sual 1000-dir. Aha, indi keçirik 6-cı suala. 6-cı sualda birləşimidir bu hərflərin. Birləşimində də biz qeyd edirik ki, məsəl üçün, böyük ədədin sağ tərəfində kiçik ədəd durursa toplayırıq, amma böyük ədədin sol tərəfində kiçik ədəd durursa, onda çıxırıq. Məsələn, L-in qarşısında x durubsa, demək L 50-dir, x də 10-dur. Demək 50-nin üzərinə 10 gələcək. Amma üzərinə 10 gələcək. Amma L-in sol tərəfində x olarsa, bu zaman 50-dən 10 çıxacaq. Yəni belə olarsa 40 olur, belə olarsa 60 olur. Bu da A variantıdır. Rum rəqəmlərlə yazılmış bu ədədi onluq say sistemində göstərin. C 100-dür, 10-dur, bu da 5-dir. Yəni 115 ardıcıl yazıldığına görə kiçikdən böyükdən kiçiyə, ona görə cəmləyirik. Rum rəqəmləri ilə yazılmış x CX ədədi onluq say sistemində neçədir? Bu 100-dür. Bu 2 dənə də 10-u toplayırıq. 20 edir. Yəni 120. Rum rəqəmlərlə yazılmış bu ədədi onluq ədəd say sistemində göstərin. Baxırıq ki, burada 500-dən qabaq, yəni sol tərəfdə 100 var. Kiçik gəldiyi üçün 500-dən 100-ün çıxacam. O da edəcək nə? 400. Yəni 400 ilə başlamalıdır. Deyək ki, Y variantını çıxırıq. Sonra gəlir burada 3 dənə 3-ünü toplayıram. 3-ünü toplayanda da yəni 400-ün üzərinə 3-ün gəlirəm. B variantı. 10-cu sualda Rum say sistemində verilmiş bu ədədi onluq say sisteminə çevirin. Burada M 1000-dir. 1000-lə bir dənə 1000-dir. Ona görə D çıxıram. Sonra gəlir 500-dür. 500-dən sonra gəlir 100, yəni 1600 ilə başlamalıdır. Artıq bu 1600-dür. Ona görə elə buradan cavab çıxır. Digərlərinə heç baxmasaq da olar. Çünki bunlar 1900, 1700, 1500-dür. Yenə də gəlin baxaq. Deyək ki, burada 1600 oldu. Burada C-dən, yəni 100-dən qabaq olduğu üçün 10, 100-dən 10-unu çıxaram, 90 qalacaq. Bura 90-dır. Burada 5-in yanında 2 rəqəm kiçik olduğu üçün də bu ikisini, üçünü toplayıram, edir 7. O da edir 1697. 11-də 1294 onluq ədədi Rum rəqəmləri ifadə edin. 1000 ilə başlayır, yəni tək 1000 var. Burada 100 ilə başlayır. Burada A variantda 2 dənə 1000 var, B variantda 2 dənə 1000 var və D ilə E arasında baxırıq. 200 ədədi. 200 ədədinin 2 dənə C var. C şəklində yazılır. Elə ikisində də 2 dənə C var. 90 ədədində almaq üçün 100-dən 10-un çıxmalıyıq. Yəni 100-ün sol tərəfində 10 olmalıdır. Bax, burada olduğu kimi 100-ün sol tərəfində 10 var, yəni 90-dır. Burada da 100-ün sol tərəfində 10 var, 90-dır. Sadəcə axırında 4 olmalıdır. Bu 4 edə bilməz, 6-dır. Çünki 5-in üstünə 1 gəlirik. Amma burada 5-dən 1-ini çıxırıq. Kiçik sol tərəfdədir. Ona görə Y variantıdır. 589 onluq ədədini Rum rəqəmləri ilə ifadə edin. Deyək ki, 500 D1 D ilə başlayır. Ona görə bu, daha doğrusu Y variantını çıxırıq. Aha, Y variantını çıxdıq və bir dənə 500 var. Hamısında bir dənədir. Sonra deməli bura baxaq. 589, 80-i almaq üçün 50-nin üzərinə 30 gəlməliyik. Yəni L 50-dir. 50-nin də üzərinə 3 dənə 10 gəlir. 50-nin üzərinə 3 dənə 10. Bax, burada 3 dənə 10-dur. Amma burada 50-nin üzərində 10 yoxdur. Məsəl üçün, deyək ki, burada 50-nin üzərinə 10 yoxdur. Ümumiyyətlə 50 yoxdur bunlarda.
Və burada məsəl üçün 500-dür, 100 gəlir üstünə 600, bu da 20-dir, 620-dir. Deyək ki, bax burada 500-dür, 20. Heç burada məsəl C-dən 2 dənə qabaq 10, 2 dənə 10 var. Ona görə bu ola bilməz. Bir dənə kiçik rəqəm olar sadəcə. Burada da bir dənə kiçik rəqəm olmalıdır. Bu da başqa rəqəmdir. D variantı.